Necə ki Allah Subhanahu wa Taala möminlər haqqında buyurur ki: "Və alallahi fetevekkalu in kuntum mu'minin." Əgər siz möminsinizsə Allah'a təvəkkül edin. Ona görə də görürük ki, bu həqiqətən də imanın şərtlərindən ki, insan Allah Subhanahu wa Taala'ya təvəkkül eləsin. Həmçinin Allah Subhanahu wa Taala Muhammed sallallahu aleyhi ve sellem haqqında buyurur ki: "Feydə azəmtə fətəvəkkəl alallah." Qəti qərara gəldikdə isə Allah'a təvəkkül elə. Baxın, Allah Subhanahu wa Taala öz elçisi Muhammed sallallahu aleyhi ve sellemə belə hətta əmr edir ki, Allah'a təvəkkül et. İşində əzimli olduğun zaman, qərarlı olduğun zaman. Həmçinin Allah Subhanahu wa Taala digər ayədə buyurur ki: "Ya eyyuhen nebiyyü hasbukallah ve men ittebe'ake minel mu'minin." Ey Peyğəmbər, sənə və sənin ardınca gedənlərə Allah kifayət edər. Həmçinin Allah Subhanahu wa Taala digər ayədə buyurur ki: وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Allah Subhanahu wa Taala buyurur, kim eğer Allah'tan korkarsa Allah ona çıxış yol göstərer ve onu gözləmədiyi yerdən onu ruzləndirər ve kim Allah'a təvəkkül ederse Allah ona kifayət edər. Bakın, Allah Subhanahu wa Taala təvəkkülü neyle bağlayır? Təqva ilə. Təvəkkülü Allah Subhanahu wa Taala təqva ilə bağlayır. Ona görə də Müslüman düşünməlidir ki, nə qədər Allah Subhanahu wa Taala'dan qorxarsa Allah Subhanahu wa Taala ona çıxış yolu göstərər, gözləmədiyi yerdən ona ruzləndirər. Hər bir şeyə qayıdır təqvaya. Həmçinin Allah Subhanahu wa Taala başqa bir ayədə buyurur ki: "Və men yettəqillaha yec'al lehu min emrihi yusra. Zalika emrullah enzelahu ileykum ve men yettəqillaha yukaffir anhu seyyiatihi ve yu'zim lehu ecra." Allah Subhanahu wa Taala buyurur ki, kim Allah'tan qorxarsa Allah onun işini asanlaşdırar ve bu Allah'ın size nazil ettiği bir emirdir. Kim Allah'tan qorxarsa Allah onun günahlarından keser ve onun mükafatını ise artırar. Həmçinin Allah Subhanahu wa Taala təvəkkülü ibadətlə bağlı edir başqa bir ayələrdə. Necə ki Allah Subhanahu wa Taala buyurur ki: "Fa'buduhu ve tevekkül aleyh." Allah'a ibadət elə və ona təvəkkül et. Allah Subhanahu wa Taala biz möminlərə təvəkkülü əmr eləyib və həmçində Allah'a təvəkkül edənlərə Allah Subhanahu wa Taala səna edib, onları tərifləyib. Həqiqətən Allah Subhanahu wa Taala bir çox ayələrində bizlərə bəyan edir ki, o həqiqətən təvəkkül edənləri sevəndir. Bu da təvəkkülün nə qədər əhəmiyyətli olduğunu göstərir.